Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. İnşallah sual-cavab verilişinin bu dəfəki buraxılışında da bizə ünvanladığınız suallara cavab verməyə çalışacağıq. Birinci sual, salam hacı, ələykəssalam. Telefonda Quran qoşub evdə oxutmaq, yəni səsin uca edib evin bir tərəfində qoyub oxutmağın ev əhlinə xeyri varmı? Qabaqcadan təşəkkür edirəm. Bəli, bunun da xeyri var, amma çalışmaq lazımdır ki, Quran-ı Kərimi insan özü öyrənsin, yəni qiraətini, oxunuşunu öyrənsin və özü oxusun. Çünki onun faydası, onun təsiri tamam başqadır. Amma hər halda telefonda və yaxud da başqa cihazlarda qoşub Quran oxutdurmaq, evdə Quran sədasının çıxmasının, onun özünün də yenə də xüsusi təsiri var, bərəkəti var. Eləyə bilərsiniz, bəli. Salam, ələykəssalam. İstiğfar deyəndə əstəğfirullah, yoxsa əstəğfirullahə ətubu iləh demək lazımdır. O cümlədə əni demək lazımdırmı? İstiğfar deyəndə Allahdan bağışlanmaq nəzərdə tutulur və istiğfarın cümləsi, belə deyək, bir-iki fərqlə bu cürdür. Bəzən belə gəlir ki, əstəğfirullahə Rabbi və ətubu iləyh. Yəni, iləyhidə y da var, y-dan sonra h da var, iləyh. Əstəğfirullahə Rabbi və ətubu iləyh. Bu cür deyilir, əsasən. Amma əstəğfirullah və ətubu iləyh bu cür də deyilə bilər. Əstəğfirullah və əsəluhu tövbə bu cür də deyilə bilər. Yəni, Allah səndən bağışlanmaq diləyirəm, tövbə istəyirəm. Əstəğfirullahə Rabbi və ətubu iləyh də ilahi səndən, Rəbbimdən bağışlanmaq istəyirəm və ona sarı qayıdıram. Növbəti bir sual, kişi bir qadınla, ikinci böyük kəbinlə yaşayır. Bunu qadın və kişidən başqa heç kim bilmir. Bu nə dərəcədə düzdür? Kişi bir qadınla ikinci böyük kəbin. İkinci böyük kəbin, yəni yəqin ki, daimi kəbini demək istəyirsiniz, fərqi yoxdur. Ümumiyyətlə, qadın ailə həyatı qurursa, əgər qız uşaqdırsa, atasının, babasının razılığı olmalıdır kəbinə. Əgər yox, dul qadındırsa, yəni əri vəfat etmiş və yaxud da təlağı verilmiş bir boşanmış xanımdırsa, onun ixtiyarı öz əlindədir. O kimlə istəsə ailə qura bilər. Yəni, heç kəsə də deməyə ehtiyac yoxdur. Amma birinci ailəlikdə gərək ata və babaya deyə və onların razılığı önəmlidir. Kişi üçün belə deyil. Kişi, yəni, xanıma deməsi və yaxud da kimisə agah eləməsi bu vacib deyil. Belə deyil ki, əqd, kəbin batıl olar. Əgər bir kişi, əgər ikinci, üçüncü bir kəbinə girirsə kiminənsə, başqasına deməyi, hətta birinci həyat yoldaşına da deməyi şəri nöqteyi nəzərdən vacib deyil. Yəni, heç kəsi xəbərdar etmədən başqasıyla kəbinə giribsə ikinci və yaxud da üçüncü kəbinə, bu kəbin şəriət nöqteyi nəzərdən düz sayılır. Salam hacı, ələykəssalam. Domino, nərd, bilyard və s. oyunları mərdsiz oynamağın hökmü nədir? Təqlidim Seyidistani ağayadır. Ümumiyyətlə, Ustani ağanın nəzərini deməmişdən qabaq, bu oyun alətləri ilə bağlı ümumi bir hökm bundan ibarətdir ki, qumar aləti sayılan oyunları hətta şərtsiz, mərdsiz oynamaq da haramdır, olmaz. Yəni, bir alət ki, ürfün nəzərində o qumar aləti sayılır və qumar aləti kimi yaranıb və istifadə olunursa, ondan pulla ki oynamaq, şərtli oynamaq ki haramdır heç, şərtsiz, pulsuz oynamaq da nə sayılır? Haram sayılır. Amma xüsusi olaraq Ustani ağanın nəzəri nərd barəsində, bilyard barəsində ağa buyurur ki, bəli, bunlar da haram sayılır bunları oynamaq və domino da ehtiyat vacibə görə icazəli deyil və o da olmaz Ustani ağaya görə. Amma yenə də deyirəm, ümumiyyətlə alimlər bu məsələlərdə məşhur hökm bundan ibarətdir ki, bəli, qumar aləti sayılırsa, pulsuzla oynamaq haramdır. Yəqin ki, Ustani ağa bu dediyimiz alətləri ya
domino, nərd, bilyard, bunları sırf qumar aləti sayılır, ya da özünün xüsusi bir dəlili var bunlar barəsində. Hər halda Sistani ağanın bu adını çəkdiyiniz oyun alətləri barəsində nəzəri budur ki, ehtiyata görə icazəli deyil. Salam Hacı, ələykəssalam, qəza namazında iqamə, azan, təşəhhüd, salamlar varmı? Azan, iqamə ümumiyyətlə namazlarda müstəhəbdir, vacib deyil. Amma təşəhhüd, salam namazlarda vacibdir. İstər əda namazları olsun, istərsə də qəza namazları olsun. Yəni, əda da qılanda, qəza da qılanda fərq eləməz. Namazlarda təşəhhüd, salamlar vacibdir. Amma azan, iqamə, bəli, əda namazlarında vacib deyil, müstəhəbdir. Hətta təkid olunmuş müstəhəbdir. Belə deyək, qəza namazlarında da istəsəz deməyə bilərsiniz. Yəni, qəza namazlarında yoxdur ümumiyyətlə. Salam, əleykuməssalam, Hacı, evdə öz ailənin yanında, yaxud evdə heç kim olmayanda mayka və şortik ilə namaz qılmaq olarmı? Ümumiyyətlə, namaz qılanın paltarı haqqında hökmlər var. Yaxşı olar ki, bu hökmləri Tavzihul Məsail kitablarından oxuyasınız. Namaz qılanın məkanının, namaz qılanın paltarının hökmləri. Yəni, harada namaz qılmaq olar, hansı paltarla namaz qılmaq olar. O paltarın hökmlərinin içərisində belə bir hökm var ki, deməli, insanın övrəti bağlanırsa, bu kifayət eləyir. Yəni, namaz qılmaq səhihdir. Yaxşı olar ki, göbəkdən dizə qədər olan hissə bağlansın və bu yetərlidir. Namazın səhihliyi üçün yetərlidir. Yəni, mayka ilə, şortik ilə namaz qılmaq şəriət nöqteyi nəzərindən düzdür və namaz batil deyil. Amma əxlaqi nöqteyi nəzərdən, mənəvi nöqteyi nəzərdən belə bir paltarla namaz qılmaq, Allah qarşısında dayanmaq təbii ki, bəyənilmir, şəriət nöqteyi nəzərindən demirəm. Yəni, mənəvi cəhətdən insan Allah qarşısına gedəndə, hətta hədislərdə gəlir ki, insan namaza durduğu zaman, Allah ziyarətinə belə deyək, məscidə getdiyi zaman, namaza durduğu zaman, hətta var ki, Xudu zinətəkum ində kulli məscidin. Quran-ı Kərimdə ayə var ki, hər bir məscidə gedəndə, hər bir məscid vaxtı öz zinətlərinizi götürün. Yəni, təmiz paltar geyinin, ondan sonra belə deyək, ətir vurun, fərqi yoxdur. Evdə də insan namaz qılanda çalışmalıdır ki, ən üstün, belə deyək, formada geyinib keçinsin və o namazı qılsın. Növbəti bir sual, salam aleykum, ələykəssalam. Əgər bir kişi bilsə ki, xanımı onun aldığı kosmetikadan istifadə edib özünü naməhrəmə göstərəcək, yenə ona kosmetika almağa borcludur. Ümumiyyətlə, bu kosmetika almaq bir şey ki, əgər mümkündür ki, halalda da istifadə olunsun, haramda da istifadə olunsun. Yəni, o kosmetikadan istifadə edib öz məhrəmi üçün də, belə deyək, bəzənə bilər, naməhrəm üçün də bəzənə bilər. Onun eybi yoxdur, o istifadə etmək və yaxud da xanım üçün almaq. Amma əgər xanım bəzənib naməhrəm qarşısına çıxacaqsa, baxmayaraq ki, hicablıdır, amma zinət sayılırsa, bəli, gərək o cəlbedicilik həddində olmamalıdır. Zinət sayılırsa örtülməlidir. Yəni, bəzən kosmetikadan o qədər istifadə edirlər ki, o cəlbedicilik olur onda. Ona görə o cür tərzdə olmaz. Cəlbedicilik tərzdə olmasa, eybi yoxdur. Hər halda burada siz sualda qeyd edirsiniz ki, kişinin öz xanımı üçün alması, ümumiyyətlə bir var, haram bir işi eləyəsən, haram niyyətlə, bu haramdır. Bir var, halal bir işi eləyəsən, halal bir işi. Amma qarşı tərəf bilirsən ki, haramda gedib onu istifadə eləyəcək. Bu bilmək yetərli deyil. Sənin niyyətin də bu olmalıdır. Yəni, bu niyyətlə alırsan ki, bu geçsin, bu işi haramda istifadə eləsin. Bəli, bu da haramdır, olmaz. Günaha kömək eləmək də olmaz. Yəni, günaha kömək sayılırsa sənin bu işin, o da olmaz. Amma hər halda burada ailə məsələsidir. İnsan nəyisə qadağa qoya bilər və onu
Məsələn, göstəriş verə bilər ki, olmasın, belə olmasın. Salam Hacı, dəstəmazsız namaz qılmaq qəlbi möhürləyər. Qəlbi möhürləyər, hələ bu şəriət nöqteyi nəzərdən siz sual verin ki, dəstəmazsız namaz qılmaq əlbəttə ki, batildir. Dəstəmazsız namaz qılmaq olmaz. Bu, yəni, aydın bir məsələdir. Növbəti bir sual, salam, əleykəssalam, kişi xanımla gizli başqa xanımla müvəqqəti nikah edə bilər. Bu suala bayaq müəyyən qədər cavab verdi ki, yəni kişi başqa bir kəbinə girirsə, bu vacib deyil şəriət nöqteyi nəzərindən ki, kiməsə bunu bildirsin. Növbəti bir sual, salam, mən şirniyyat və tort düzəldirəm, bəzi boya və rənglər, həmçinin şokoladlar var ki, onlara tibbi spirt qatıb istifadə edirik bəzədilməsi üçün. Bunun bir günahı varmı? Bəli, gərək bu işi görməyəsiz. Düzdür, tibbi spirt pak hökmündədir. Amma onu yemək icazəli deyil. Hər halda spirt məst edici olsa, maye halında məst edici olsa, o həm nəcisdir, həm haramdır. Amma məst edicilik olmasa, sadəcə tibbi spirt sayılırsa, o pak hökmündədir. Amma yenə də yeyilməsi, içilməsi haramdır. Nəyinsə tərkibində bu varsa hansısa qidanın, bu da olmaz. Amma ümumi belə bir hökm var bir çox alimlərdə ki, çox cüzi qədər, yəni 1-2%dirsə, yəni bundan artıq olmamaq şərtinə 1-2%dirsə ki, orada həll olub gedir, heç nə qalmır, onun eybi yoxdur. Amma belə deyək, nəzərə çarpacaq qədər çoxdursa, bu olmaz və həmin o şirniyyatı, həmin o qidanı yemək olmaz təbii ki. Növbəti sual, salam Hacı, səfərdə olanda boynumda olan qəza namazını qəsr qılmalıyam. Ümumiyyətlə, səfərdə olanda siz təbii ki, namazlarınızı, müsafirin hökmləri var, qəsr qılacaqsınız. Amma səfərdə əgər siz evdə qəzaya getmiş, qəzanı qılacaqsınızsa, bəli, baxmayaraq səfərdəsiz, siz bütöv qılacaqsınız. Çünki siz qəza qılırsınız və qəza da, belə deyək, evdə, yəni vətəninizdə qəzaya gedib. Bəli, bu zaman bütöv qılacaqsınız, baxmayaraq səfərdəsiz. Və bunun əksi də var. Ola bilər ki, səfərdə qəzaya gedib və siz onun qəzasını evdə qılmaq istəyirsiniz. Bəli, bu zamanda qəsrin qəzasını qılacaqsınız. Baxmayaraq ki, vətəndə, evdə qılırsınız o namazı, amma üçün qəsr olaraq qəzaya gedib, qəsrin qəzasını qılacaqsınız. Növbəti bir sual, salam Hacı, bankdan kredit götürmək haramdır. Əleykəssalam, bankdan kredit götürməyin hökmü gərək bu barədə alimlərə, fəqihlərə müraciət oluna, amma ümumi hökmdə bundan ibarətdir ki, dövlət bankından kredit götürmək, bir çox alimlər buyururlar ki, eybi yoxdur. Yəni, hətta müştərək bankdan da olsa, eybi yoxdur. Məchulul malik adı ilə, yəni şəxsən yiyəsi bilinməyən pul adı ilə götürürsünüz və düzdür, orada faiz qaytarırsınız kreditdə, təbii ki, amma dövlət və yaxud da müştərək bankdan götürə bilərsiniz. Amma özəl banklardan bu elə bir şəxsi kimdənsə kredit almaq kimi, yəni sələmli borc almaq kimi sayılır, belə olsun və yaxud da bankdan olsun, fərqi yoxdur. Amma hər halda bunu da burada zərurət varsa, siz məcbursunuzsa, bəli, zərurətdə ikinci dərəcəli hökm gəlir ki, bunun eybi yoxdur. Salam, əleykəssalam. Sonuncu sualdır. Əgər bir şəxs banka, məsələn, 1 ilə 6.000 manat pulu 10% ilə qoyursa, ilin sonunda məbləğin üstünə 600 manat gələcəksə, bu pulun istifadəsi haramdır. Riba məsələsində belə bir deməli, incə məsələ var ki, insan qeyri-müsəlman bankına pul qoya bilər və yaxud da qeyri-müsəlmana pul verə bilər. Bu suala biz dəfələrlə cavab vermişik. Yenə də cavab veririk ki, pul verə bilər və onun faizin ondan ala bilər. Yəni, qeyri-müsəlmandan faiz almaq olar. Amma qeyri-müsəlmana faiz vermək olmaz. Müsəlmandan nə faiz ala bilər, nə faiz verə bilər. Qeyri-müsəlmana da faiz verə bilməzsiniz.
Yəni onu bir növ qazandıra bilməzsiniz. Amma ondan faiz ala bilərsiniz, ondan qazana bilərsiniz. Ona görə də qeyri-müsəlman bankı, yəni müsəlman olmayan yiyəsi, belə deyək, o malın, pulun sahibi müsəlman deyilsə, bəli, orada siz pulunuzu qoyursunuz və deyək ki, ay-bay oradan faiz götürürsünüzsə, bunun eybi yoxdur. Yenə də təkrar edirəm, əgər bank qeyri-müsəlmandırsa. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.